Dostlar salam. Excel VBA data struktur dərslərimizə davam edirik. Bu dərsdə biz sizlə stack data strukturu haqqında danışacağıq. O necə formalaşır, ümumiyyətlə nə üçün istifadə edilir və necə formalaşdırılır, onun haqqında danışmağa çalışacağıq. Yoldaşlar, stack təbii ki data strukturu olduğu üçün yenə eyni qaydada hər hansı bir məlumatların müəyyən alqoritmik bir düzülüşünü ifadə edir və bunların idarə olunmasını özündə cəmləyir. Yoldaşlar, biz bundan əvvəlki dərslərimizdə array data strukturunu keçdik. Yəni data strukturlardan array götürmüşdük. Hansı ki arraydə əsas müəyyən bir düzülüş var idi, sıralı bir düzülüş var idi. Yenə eyni qaydada yoldaşlar stackdə də əslində data strukturlarda hər birində olduğu kimi stackdə də eyni qaydada müəyyən sıralı bir düzülüş var. Lakin arraydə olduğu qədər stackdə artıq bir istifadəçiyə məlumatların əldə edilməsinə o qədər də çox sərbəstlik vermirik. Yoldaşlar, bunlar nə deməkdir? Bunların hamısını indi tək-tək danışacağıq. Lakin koda keçməmişdən öncə mən istəyirəm ki, ilk öncə stack dediyimiz data struktur ümumiyyətlə həyatda bizim qarşımıza necə çıxır və biz bunu həyatda necə oxşada bilərik, onun haqqında danışaq. Yoldaşlar, Draw.io üzərində koda keçməmişdən öncə Draw.io üzərində bu şəkildə bir shape görürsünüz, belə bir struktur görürsünüz və bu formada yoldaşlar fikir versəniz, sanki bir qutuya oxşuyur, elə deyil. Belə qapağı olan, ağzı açıq olan və içərisində müəyyən bir sahəyə malik olan bir qutu görürsünüz. Yoldaşlar, mən bu qutuya hər hansı bir obyekti daxil etdiyim zaman, misal üçün obyekt 1 deyə bir obyekt götürürəm və bu stackin içərisinə əlavə edirəm. Yoldaşlar, bu qutunun içərisinə qoyduqdan sonra, baxın, bu qutunun içərisində təbii ki də bir dəyər olur və yaxud ki bir obyekt olur. İndi mən əgər ikinci bir obyektimi, baxın, bu səfər yenidən bu qutunun içərisinə qoysam, artıq yoldaşlar təxmin edirsiniz ki, bu obyekt artıq o digər obyektin, yəni ki, birinci obyektin tam üzərində formalaşmış olacaqdır. Yoldaşlar, bax, qutu məntiqi də əslində, stackin də əslində yığım dediyim, yəni əgər tərcümə etsək, o stack yığım deməkdir. Bax, o yığılma dediyimiz, o yığım dediyimiz də məntiq əslində buradan gəlir. Yəni mən yeni bir obyekt əlavə etdikcə o digər obyektlərin, yəni özündən qabaqki obyektin üzərinə gəlmiş olur. Yenidən yoldaşlar, mən üçüncü bir obyekt əlavə etsəm, bu da obyekt 2-nin və dolayısıyla da təbii ki də obyekt 1-in üzərinə gəlmiş olacaq. Məsələ yoldaşlar budur ki, bunun yığılmasıdır. Yəni ki, bunun üzərinə stack olunması idisə, bəs yaxşı, biz ümumiyyətlə bu array'ə, təbii ki də bunun özü də bir array da, yəni işin sonunda, biz bu array'dən hər hansı bir məlumat götürdüyümüz zaman, misal üçün array'də olduğu kimi, array data strukturunda olduğu kimi istədiyimiz hər hansı bir obyektdən başlaya bilirikmi və yaxud ki birbaşa gedib də obyekt 1-i götürürükmü? Yoldaşlar, bu cavab, yəni bu sualın cavabı xeyirdir. Çünki elə stack'i yaratmaya, stack data strukturundan istifadə etməyimizdəki məqsəd də budur ki, mən hər hansı bir qutudan dəyər götürmək istəyəndə nə olursa olsun, fərq etməz, ilk öncə ən üstdəkini deməli götürməliyəm. Yəni ki, yoldaşlar, belə deyək, first in, last out prinsipində işləyir. Yoldaşlar, bunu buraya yazacağım. First in, last out. Filo prinsipində işləyir yoldaşlar. Hansı ki, first in, yəni ilk girən, last out, ən son çıxacaqdır. Hansı ki, yoldaşlar, bu məntiqin tərsini əgər tətbiq etsək, əksinə tətbiq etsək, bu zaman isə sonuncu girən birinci çıxmış olacaqdır. Yəni ki, yoldaşlar, mən əgər bu qutudan hər hansı bir dəyər götürmək istəyirəmsə, ilk öncə obyekt 3-ü götürməliyəm, daha sonra obyekt 2-ni və daha sonra isə obyekt 1-i götürəcəm. Və ya başqa cür desə yoldaşlar, mən əgər obyekt 1-ə gəlmək istəyirəmsə, illa ki mən obyekt 2 ilə 3-ü götürməliyəm ki, gedim obyekt 1-i görüm. Həmçinin yoldaşlar, bununla bağlı, yəni stackin ümumi fəlsəfəsilə bağlı başqa bir şey demək gərəkirsə, mən əgər bu stackə ümumi bir baxış etsəm, mən bax, obyekt 2 ilə obyekt 1-i görməyəcəm. Mən ən çox görəcəyim, yəni ən azından ən sonuncu görəcəyim dəyər nə olmalıdır? Obyekt 3. Yəni təsəvvür edin yoldaşlar, bu bir qutudur. Siz də buna yuxarıdan aşağı baxdığınız zaman təbii ki də birinci obyekt 3-ü görürsünüz. Bu obyekt 3-ü götürdükdən sonra obyekt 2-ni burada görə bilərsiniz. Yoldaşlar, baxın, bu stackin ümumi bir gedişatıdır. Biz də bax bu prinsipdən istifadə edərək, yəni indi bu stack'i, bu data strukturu VBA-də necə formalaşdırmaq olar, bir ona baxmağa çalışaq. Yoldaşlar, bu dərs üçün stackin yaradılmasından öncə mən sizə bir neçə eyni qaydada əvvəlki dərslərimizdə olduğu kimi bir neçə class modulu və həmçində sadə deməli modullar hazırlamışam. Yoldaşlar, onlardan birincisi select student, yəni ki student klassıdır. Hansı ki bu klass bir class moduldur və biz bunun obyektlərini yaradacağıq. Hansı ki ID, full name və cellərdən ibarətdir. Həmçinin əvvəlki dərsdə olduğu kimi bir init metodundan, constructordan ibarətdir ki, bunu içəridə olan private memberlarını deməli təyin edir və biz bunu obyekt kimi formalaşdırırıq. Həmçində yoldaşlar, həmin
Həmin bu private memberlara çatmaq üçün isə biz ID, full name və salary-dən eyni qaydada istifadə edirik. Yəni bunları get etməkdə yəni ki, istifadə edəcəyik. Yoldaşlar, deməli bundan sonra biz gəlin artıq bir də common, həmçinin common tanış eləmək istəyirəm sizlə. Yoldaşlar, common da eyni qaydada keçən dərslərimizdə olan is array has size-dan, həmçinin clear object-dən ibarətdir. Is array size array-in ümumiyyətlə array-in içərisində məlumat olub olmasını yoxlayırdısa, clear object array isə ümumiyyətlə o array-i təmizləyirdi, tam sıfırlayıb yaddaşdan silirdi. Yaxşı yoldaşlar, o zaman gəlin başlayaq. Dostlar, biz ilk nümunəmizi həm bu deməli data strukturun yaradılmasını bu CLS student üzərindən verəcəyik. Lakin yoldaşlar, real praktikada isə harda istifadə oluna bilər, onu isə tamam fərqli bir nümunə üzərindən verib də dərsimizi yekunlaşdıracağıq. O zaman gəlin başlayaq. Yoldaşlar, mən bir ədəd class modul düzəldəcəm. Elə yerindəcə yoldaşlar bir ədəd də modul əlavə etmək istəyirəm ki, öz yaratdığım bu class ümumiyyətlə data strukturu həmçində test eləyə bilim. Elə bu data modulun içərisində public sub main adında bir metod əlavə edirəm və yenidən qayıdıram yeni yaratdığım class modula və bu class modula yoldaşlar bir ad verək. Misal üçün CLS DS, hansı ki CLS class olduğunu, DS isə data struktur, adı nədir yoldaşlar? Stack olmuş olacaq. Yoldaşlar, biz bu stackdən nə gözləyirik? Gəlin ilk öncə elə bu sualdan başlayaq. Yoldaşlar, bu sualdan gözlədiyimiz odur ki, ilk öncə bu biz əgər stackə, hansı ki bu CLS DS stack klassına əgər deməli müraciət etsək, bu bizə bu şəkildə ən azından ilkin variantda bir ədəd boş bir deməli qutu verməlidir. Baxın yoldaşlar, qutu deməyimdə də təsadüf, yəni təsadüf deyil, əslində bilərək deyirəm bu qutunu. Çünki qutu içərisində bir və ya birdən artıq yer sahibi ola bilər. Hansı ki biz array-də bunu etməmişdik. Lakin biz bu səfər array-yə default olaraq heç bir dəyər yox da və ya ki bir yer yox da birbaşa birdən artıq yer vermiş olacaq ki, o bəri başdan müəyyən bir genişliyə sahib olsun. Yoldaşlar, bu səbəbdən gəlin bunu biz private M array olaraq bir deməli private olan və özündə array saxlayan as bir variant olaraq bu şəkildə bir ədəd array ilə gücləndirək. Yəni bir member ilə deməli burada əlavə edək. Yoldaşlar, təbii data struktur olduğu üçün biz keçən dərsdə də eyni qaydada bunu tətbiq etmişdik. Hansı ki next index və last indexdən də istifadə edəcəyik. Hətta sizə deyim ki, bu DS stackdə bu last indexlə next indexi daha yaxından tanış olacaq və daha istifadədə necə işə yarayır, onu daha həmçinin yaxından görmüş olacaq. Və private deyəcəm yoldaşlar, ilk öncə last index deyək, hansı ki as bir long kimi, həmçinin yoldaşlar next index deyəcəyik. Bunda isə eyni qaydada long olaraq bu şəkildə deməli yaza bilərik. Yoldaşlar, mən buna yəni ki bu class CLS DS stackinə birbaşa müraciət etdiyim anda mən istəyirəm ki, ən azından default olaraq bəzi məsələlər toplansın. Onlardan birincisi yoldaşlar next indexin mütləq şəkildə 0 olmasıdır. Yoldaşlar, təbii ki də bir array yaradılacaqdır və array'in ilk dəyəri, yəni ilk indeksi 0'dır. O səbəbdən bura 0 olan, yəni ki bir indeks əlavə edirəm və həmçində last indeksə isə yoldaşlar mən burada belə deyək, last indeksi nədən istifadə edirəm, onu deyəcəm. Yoldaşlar, last indeks bizdə keçən dərsdə xatırlarsınızsa -1 olurdu. Çünki səbəbi nə idi? Bu array-in heç bir ölçü qazandırmırdıq. Ölçünü biz növbəti etdikcə gəlirdi. Lakin yoldaşlar, gəlin bayaqlarda dediyim kimi artıq biz burada qutu yaradırıq. Yəni qutunun da müəyyən bir ölçüsü olduğu üçün ən azından buna bir neçə dənə də yer ayırmaq şərti ilə bu last indeksi həmin o array-in ölçüsü olaraq istifadə edək. Yəni ki, yoldaşlar, mən bura bir 2 yazsam, hansı ki 2 demək, o demək ki last index 2 olanda bu array-in içərisində 0, 1, 2 yaranır. Yəni ki, toplamda 3 ədəd yer ayrılır. Hətta yoldaşlar, bura yazım ki, deməli 3 yer qalsın. Həmçinin yoldaşlar, next indeksdə zaten 0'dır. Artıq biz bu next indeksdən istifadə edərək birbaşa array-in 0-cı indeksinə isə bir şey yaza biləcəyik. Yoldaşlar, təbii ki də last index bizim burada 3 yer demək, o deməkdir ki, yoldaşlar, array-in tutumu deməkdir. Bunu da qeyd etmək istəyirəm, hətta tam aydın olsun. Yəni ki, last indeksi biz array-in ümumi ölçüsü və yaxud da ki, yoldaşlar, qutunun növü olaraq düşünə bilərik. Yəni ki, mən burada misal üçün 3 obyekt yerləşən qutu yaratmışamsa, gələcəkdə daha böyüyünü yarada bilərəm və s. Hansı ki, bu last index burada bizdə bunun üçün istifadə olunacaq. Yoldaşlar, əslində biz bunu keçən dərsdə də bu şəkildə istifadə etmişdik. Lakin stackdə daha çox o gözə çarpır. Və bundan sonra yoldaşlar, biz artıq redeem deyib də bu M array-i yenidən
formalaşdıra biləcəyik və burada da nə yazacaq yoldaşlar? M last index. Təbii ki də, çünki artıq bu array-in tutumunu M last index verəcəkdir. Baxın yoldaşlar, bu şəkildə biz müraciət etdiyimiz zaman, hətta gəlin yoxlayaq. Dim stack demək istəyirəm. As bir CLS deyə stack deyək və stack set eləyək. Bunu yeni bir obyekt yaransın. CLS deyə stack deyək. Və yoldaşlar, indi baxırıq. F8 ilə addımlayaq. Bu məlumat yaransın. Artıq burada lokal pəncərəsində baxdığımız zaman, baxırıq yoldaşlar. Baxın, stackin içərisində bir array yaradılıbdır. Baxın, array'in 3 ədəd yeri və yaxud ki, yoldaşlar, bunu bir qutu kimi düşünsəz, artıq 3 ölçüdən ibarət 3 dənə əşya yerləşən bir qutunu yaratmış olacaqdır. Bundan sonra yoldaşlar davam edək. Biz dedik ki, mənim bu deməli array'dən, ümumiyyətlə mənim bu strukturdan, yəni ki, bu class strukturundan gözləntim nədir bundan sonra? Bundan sonra odur ki, yeni bir obyekt yarandıqca onu bu deməli qutunun içərisinə əlavə etməlidir. O zaman yoldaşlar, gəlin elə bu məqsədi yerləşdirmək üçün sub deyək, yəni public bir sub deyək. Yoldaşlar, biz keçən dərsdə add metodundan, remove metodlarından və s. istifadə etmişdik. Yəni onları adlandırmasını add və s. etmişdik. Amma siz ümumi bir beynəlxalq təcrübəyə baxsanız, data strukturlar, yəni stack data strukturunda məlumatların əlavə edilməsi və onların çıxarılması müəyyən adlandırmaları vardır. Yoldaşlar, misal üçün yeni bir məlumatın əlavə olunması push deyə bir metod vasitəsilə gerçəkləşdirilir. Geri məlumatın çıxarılması isə pop olacaqdır və həmçinin sadəcə sonuncu məlumat nədir ona baxmaq isə pick olaraq deməli adlandırma olacaqdır. İndiki variantda yoldaşlar, mən bunu push olaraq əlavə edəcəm. Təbii ki də yoldaşlar, bu nəyi push etməlidir? Bir ədəd də obj, yəni ki, obyekt olaraq bir variant tipindən olan bir parametr qəbul etmiş olacaq. Yoldaşlar, bundan sonra sadə bir şəkildə set M array-in hansı indeksinə yoldaşlar? Bax, bu indeksi indi biz M next index vasitəsilə artıq təyin edirik. Bu next indeksinə artıq nədirsə, həmin obyekti əlavə edəcəkdir. Və bundan sonra yoldaşlar, təbii ki də keçən dərsdə də olduğu kimi M next index plus bir yazaq ki, növbəti deməli dəyərə keçmiş olsun. Yoldaşlar, gəlin indi bunu biz test eləməyə çalışaq. Bir ədəd std1, yəni ki, bir student yaratmaq istəyirəm. As new CLS student deyək. Student deməli deyək. Yazamadım. Student deyəcək. Deməli CLS student deyək. DS olmadan yazmaq lazımıymış. Deməli std1 birbaşa init metodunu çağıraq. Bir olsun. Full name'i Sənan Qəmbərov olsun. Həmçinin yoldaşlar salary olaraq da bu şəkildə düzdür. Bu student olaraq salary 500 yazmaq düzgün deyil də. Gəlin yoldaşlar, bunu yerindəcə dəyişək. Ola bilər mənim gözümdən qaçıbdır. Student deyil. Yoldaşlar, gəlin burada biz misal üçün CLS employee olsun. Daha yaxşı olacaq bu şəkildə. Və buradan da düzəlişlərimizi eləyək. CLS deyil, employee olacaqdır. Və 500 olaraq bu şəkildə bir maaş əlavə edilsin. Yoldaşlar, gəlin indi bunu stack vasitəsi ilə push deyək. Push dedikdən sonra isə std1 yazacağıq. Yoldaşlar, baxırıq indi gəlir, obyekt yaranır. Daha sonra employee obyekti yaranır təbii ki də. Və ən sonda isə yoldaşlar, bax, stackə push olunmuş olur. Gəlin yenidən bunu istəyirəm ki, locals pəncərəsində yenidən baxaq. Bu şəkildə std1 deyəcəm və bundan sonra baxın, std1 deməyək, daha doğrusu stack deyək. Stackin içərisində mRray görürsünüz və baxın yoldaşlar, 3 yerdən ibarət qutunun bir dənə yeri dolmuş olur. Yoldaşlar, bu dəqiqə əslində mənim gördüyüm iş nədir? Mən bir ədəd obyekt yaratmışam və bu obyekt, misal üçün Sənan Qəmbərov obyektidir. Tamam. Bu obyekti mən bu şəkildə qutunun içərisinə qoymuş oldum. İndi yoldaşlar, növbəti bir obyekt yaradaq burada hələ yerindəcə. Baxın indi, hətta yuxarıdan kopyalayacağım, vaxt getməsin. Burada std2 deyək, burada da həmçinin std2 deyək. 2 olsun, burada Kamran Enqaytda Aliyev olsun və bir maaş yazaq. Və həmçində bunun özünü də bu şəkildə push etmiş olaq. Və yoldaşlar, end saba qədər breakpoint qoyuram və run düyməsini klikləyəndə stack içərisini açıram. Baxıram ki, yoldaşlar, baxın, hər ikisini doldurmuş oldu. Və yoldaşlar, bu şəkildə əgər biz 3-cü obyekti də əlavə etsək, o 3-cü obyekt də əlavə olunmuş olacaqdır. Hətta onu da gəlin yoxlayaq. Çünki zaten 3 yer ayırmışıq. 3-ünü də doldurmağa çalışaq və 4-cü deməli biz tərəflərini də əlavə edərik. Məqsədim yoldaşlar nədir bilirsiniz? Keçən dərsdə biz hansı ki, bu qutunun ölçüsünü, yəni ki, array'in ölçüsünü artırmaq üçün bir iş görürdük. Əslində eyni şey burada aiddir. Yəni ki, biz bu qutunun da ölçüsünü dəyişməliyik. Yoldaşlar, qutunun ölçüsü
ölçüsünün dəyişməsi demək o deməkdir ki, əslində biz o qutunu artıq dəyişdiririk, daha böyük ölçülü bir qutu seçmiş olacağıq və onu o bütün məlumatları eyni qaydada ora köçürüb və yeni gələn məlumatla bərabər orada deməli yerləşdirəcəyik. Yoldaşlar, bundan sonra baxın indi yeni bir işçi də əlavə edirəm. Bu işçini də əlavə etməyə çalışaq. Hansı ki 3 və 4 olsun. Baxın yoldaşlar, 4-cü deməli işçiyə qədər rahat, yəni ki tam səhvsiz gələcək. Bundan sonra isə yəni 4-cü artıq məlumatı əlavə etmək istədikdə, baxın subscript out of range xətasını deməli bizim üçün verdi. Yoldaşlar, artıq biz bundan başa düşürük ki, bu qutuda artıq yer qalmayıbdır. Biz push əməliyyatı zamanı elə bir şey etməliyik ki, artıq ehtiyac olduğu təqdirdə həmin o deməli qutunun ölçüsü böyüməlidir və yeni gələn məlumatlar təbii ki də nə baş verməlidir? Yeni qutuya köçürülməlidir. Eyni adlı bir sub prosedur üzərində yoldaşlar, public sub deyəcəm və increase size of array deyək, eyni qaydada. Və yoldaşlar, bunun içərisində indi nə iş görəcək? Yoldaşlar, bizim hansı ki array'in tutumu dediyimiz, yəni ki bu last index əslində bizim nəyimizdir, elə array'in tutumu deyilmi? Biz sadəcə bu last indeksi artırsaq və redeem etsək bizim işimizə yaramır. Xatırlayırsınızsa, keçən dərsdə çox böyük bir kod yazmışdıq increase size of array-də. Aydın məsələdir ki, bizim işimizə yarayacağı şəkildə yazmışdıq. Lakin bizim deməli bu strukturda, yəni ki data series, yəni stack data strukturunda bizim artıq birinci, ikinci və ortadan götürmə anlayışımız yoxdur. Sadəcə ən sonuncunu götürürük deyə. Sadəcə array'in datasını, yəni ki array'in ölçüsünü artırmağımız bizim üçün kifayət edəcəkdir. Və bu səbəbdən yoldaşlar, last index bərabərdir last index. İndi burada nə qədər artıraq yoldaşlar? Misal üçün hər dəfə yer ayırmaq lazım olanda, yeni bir qutuya köçürmək lazım olanda yoldaşlar misal üçün 2 ədəd yer ayırmış olsun, tamam? Bu şəkildə 2 yer ayırmış olsun və yoldaşlar bundan sonra sadə bir şəkildə redeem preserve deyərəkdən m array'in m last indeksini bu şəkildə əlavə edə bilərsiniz. İndi baxırıq yoldaşlar, bəs yaxşı biz bunun, yəni bu push əməliyyatı harda biləcək ki, mən increase size of array çağırmalıyam? Yoldaşlar, burada belə bir şey düşünək. Baxın, bu next index var, həmçində last index var, düzdürmü? Bu nə zaman bunu çağırmalıdır? Hansı ki next index artıq last indeksi keçəndə. Yəni ki next index elə bir indeksi əlavə etmək istəyir ki, artıq o last indeksi də keçir. Yəni ki yoldaşlar, m deməli next index böyükdürsə əgər, deməli burada nədən? M last indeksdən, M last yazamadım, M last indeksdən və bundan sonra yoldaşlar sadə bir şəkildə increase eləyib də məlumatı, daha doğrusu bu metodu çağırmalıdır ki, o ölçüsünü böyüdə bilsin. Yoldaşlar, gəlin indi baxırıq. F, yəni 5 vasitəsilə breakpoint-ə qədər addımladım və bundan sonra baxır ki, index 3-cüyə əlavə etmək istəyir. 3-cü dedikdə söhbət burada 4-cü yerdən gedir söhbət. Sanki yoldaşlar, bu dəqiqə mənzərə bilirsiniz necədir? Hətta bunu burada göstərmək istəyirəm. Baxın, bu şəkildə bir mənzərə yaranıbdır. Hansı ki, Sənan Qəmərov əlavə edibdir, sonra Kamran Əliyev əlavə edibdir, daha sonra Tərlan Hüseynzadəni əlavə edibdir. Bu şəkildə Tərlan Hüseynzadəni əlavə edibdir. Və yoldaşlar, indi isə Həmid Məmmədovu deməli əlavə etmək istəyir, lakin təbii ki də yer yoxdur. Nə iş görməlidir yoldaşlar? Aydın məsələdir ki, bu qutunu yeniləyib daha böyük olan bir qutuya deməli gətirməlidir və bundan sonra Həmidi bura deməli əlavə edəcək. Təbii ki də digər qutu artıq bizə lazım deyil. Və bu şəkildə yoldaşlar bir iş görülməlidir. Hətta burada aşağıda yazaq stack 3, burada da stack ta ki 5 yazaq, çünki 2 deməli vahid artırdıq biz, o səbəbdən 5 yazdım. Bu şəkildə yoldaşlar bütün məlumatları köçürəcək yeni bir qutuya, hamısını, daha sonra isə yoldaşlar nə etməlidir? Yeni gələn məlumatı da eyni qaydada o qutuya əlavə etməlidir və bu şəkildə bu böyüyə getməlidir. Yoldaşlar, maraqlı məqam budur ki, yeri gəlmişkən burada deyim. Misal üçün, mən sabahları Həmidi, həmçinin Tərlanı və Kəmranı çıxardım. Artıq bundan sonra bu qutunu təzədən bu birisinə köçürməyə ehtiyac yoxdur. Yəni ki, o əziyyəti çəkməyə ehtiyac yoxdur ki, zaten bu qutu da mənə, yetər ki, bir qutu olsun ortada. O mənə kifayət eləyir. Bəlkə gələcəkdə bunun üzərinə yenidən məlumatlar gəldi, düzdürmü? Yəni boşu-boşuna o işi görməyim, yəni qutu dəyişmə işini görməyim. O səbəbdən bu şəkildə saxlaya da bilərik. Yoldaşlar, koduma yenidən qayıdıram. Baxıram ki, last index 2 imiş, m index də 3 imiş. Belə olduğu təqdirdə increase size deyir. Baxın, last index 2 olduğu üçün üzərinə 2 də gəldi, 4 oldu. Yoldaşlar, son indeksin 4 olması o deməkdir ki, içərisində 5 yer var. Hətta bunu buradan görə bilərik artıq. Baxın,
M array içərisində artıq 0, 1, 2 əvvəlki dəyərlərimizdir. İndi 3 və 4 2 dənə də yeni bir yer ayrılmış oldu. İndi biz bu yerdən də istifadə edərək baxırıq yoldaşlar, həmin obyekti əlavə edirəm. Yenidən qayıdıram array içərisinə. Baxın, üçüncüyə Həmid Məmmədov əlavə edilmiş oldu. Təbii ki, hələ ki, dördüncü də boşdur. Ehtiyac olduğu təqdirdə onu da istifadə edə bilərik. Baxın, yoldaşlar, bundan sonra bizim push əməliyyatımız bitir. Bu şəkildə biz məlumatları sadə bir şəkildə, düşünürəm ki, çox çətin deyil, bu şəkildə məlumatları əlavə edirik. İndi, əsas məsələ yoldaşlar, bura qədər aydındırsa, biz bu məlumatları bu qutudan necə çıxardırıq və ümumiyyətlə stack bizə hansı qaydanı qoyur ki, biz burada necə bir iş görək. Yoldaşlar, baxın, elə ilkindən başlamaq istəyirəm. Hansı ki, biz bayaqlar dedik ki, hər hansı bir, ta ki, biz bu qutuya yuxarıdan aşağı baxdığımız zaman biz nə görürük? Yoldaşlar, biz burada sonuncunu görürük, düzdürmü? Hansı ki, hansı prinsipə əsasən? Filo prinsipinə, yəni ki, first in, last out-a nəzərən biz sonuncunu görürük. Yəni ki, mən hər hansı bir Kamran Əliyevə qədər getmək istəsəm, yəni bu Kamran Əliyev dəyəri götürməkdən ötürü bayaqlar dediyimiz kimi ən azından bu Həmid və Tərlan ortadan çıxmalıdır ki, mən gedim Kamranı görüm. Yoldaşlar, o səbəbdən bizim qarşımızda 2 ədəd metod olmalıdır. Bir, bu qutunun içərisində hər hansı bir məlumatı həm görmək, həmçində çıxarmaq deməli metodu, sadəcə və yaxud da ki, sadəcə ən sonuncuya baxmaq məlumatı. Yəni ki, mən sadəcə görmək istəyirəm ki, bunun içində sonuncu məlumat nədir? Baxım ki, Həmid Məmmədov, tamam, bununla işimi bitirim. Yoldaşlar, bunun üçün biz bir ədəd, bu sonuncu dediyim üçün bir ədəd metod yaradaq. Bu bir function olsun. Çünki bu məlumata baxmaq dedikdə bu məlumatı mən əldə etmək istəyirəm və məlumatlarını görmək istəyirəm. Belə olduğu təqdirdə public function, bu metodun adı olacaq yoldaşlar, big metodu. Yoldaşlar, big metodu geriyə, yəni function olduğu üçün geriyə bir dəyər qaytarmalıdır. Təbii ki də geri qaytardığı dəyər bu array-in obyektlərdir, o da variant tipindədir. Bu şəkildə məlumatı geriyə qaytarmalıdır. Yoldaşlar, bu hansı məlumatı qaytaracaq? Baxın, şərtimiz nədir? Dedik ki, sonuncu deməli məlumat. Bu sonuncu məlumat yoldaşlar bizim hansı ki next indeksdən bir əvvəlkidir, düzdürmü? Demək ki, yoldaşlar, mən gəlib də burada sadə bir şəkildə əgər set pick bərabərdir M array-də olan M next indeksinci dəyərdən bir əksik demək, həmin o sonuncu məlumatın verilməsi deməkdir. Və bu şəkildə etdiyimiz zaman yoldaşlar, o bizə sonuncu dəyəri deməli qaytarmış olacaq. Gəlin baxaq. Yoldaşlar, bu şəkildə məlumatları əlavə etdikdən sonra baxın, indi debug deyirəm, print deyirəm və stack.pick dediyimiz zaman baxın yoldaşlar, sıralamada hansı ki biz əslində sənanı birinci qəbul etmişik, düzdürmü? Və normal olaraq əslində birinci qəbul edilən gözləyirik ki, birinci geri qaytarsın, biz onu görək. Lakin artıq bilirik ki, filo prinsipinə əsasən birinci girən sonuncu çıxır deyə, belə sonuncu girən də birinci olacaq deyə, burada Həmid Məmmədovdan deməli, biz Həmid Məmmədovu görməyi gözləyəcəyik. Yoldaşlar, bu şəkildə yazıldıqdan sonra artıq biz həmin o məlumata gedib çatacaq. Təbii ki də burada stack altdan xətt desək, çünki dəyişənimizin adı stackdir. Yoldaşlar, bu şəkildə təbii biz pick dedikdən sonra o bizə deməli bir yəni ki, employee tipindən olan obyektlər qaytarır. O səbəbdən yoldaşlar, burada eyni qaydada full name yazmaqda fayda var. Təbii ki də, yəni biz gələn obyektin nəyini istəyirik? Full name'ini bizim üçün çapa versin. Yoldaşlar, run deməsən, klikləyəndə, burada bir xəta çıxdı. Baxaq, xətanın səbəbi nədir? Baxıram, hər şey qaydasında əslində employee geri qayıtmaq istəyirəm. Yoldaşlar, bir baxaq. ISO, burada gördüm yoldaşlar. Fikir verin, full name'də biz get etmişik, lakin geri long dəyər qaytarmışıq, hansı ki full name stringdir. O səbəbdən gələn burada bir düzəliş eləyək, bunu string olaraq qeyd eləyək. Yoldaşlar, bundan sonra və run düyməsindən klikləyəndə baxın, kodumuz çalışdı və təbii ki də çalışdığını hardan görəcəyik yoldaşlar? Immediate pəncərəsindən baxaq. Baxın, sonuncu dəyərin Həmid Məmmədov olduğunu görəcəksiniz. Yoldaşlar, yenidən çapa verim. Gəlin, baxın, run düyməsindən klikləyəndə Həmid Məmmədov qayıdır. Hansı ki, yoldaşlar, Həmid Məmmədov, baxın, sıralamada sonuncu əlavə olunan data olduğu üçün idi. Yəni, bu sıralamanı biraz dəyişək yoldaşlar. Misal üçün, mən üçüncü, hansı ki, Tərlanı ən sonuncu qəbul edeyim bu qutunun içərisinə, bu stackin içərisinə və run düyməsindən klikləyəndə, baxın, o zaman Tərlan gəlir. Və fikir verin yoldaşlar, heç bir şəkildə, yəni ki, nə Sənanın, nə Kamranın əsər əlamət yoxdur. Çünki onlar ilk dəfə qəbul edilibdir və ondan sonra başqa dəyərlər üzərinə gəldiyi üçün artıq onlar qutunun alt bölmələrində qalıbdır və alt bölmələrində qaldığı üçün də hələ ki biz onlara deməli çatmırıq. Aha, bu bizim pick metodumuzdur yoldaşlar. İndi bundan başqa əslində bizim başqa metodlarımız da var. Və əsas deyərəm ki, bu stackin əsas məsələlərindən biri də elə budur ki,
Biz təbii burada sadəcə bu pick metodu vasitəsilə sadəcə sonuncu dəyərə baxırıq. Yəni ki, mən bundan sonra yoldaşlar gəlib neçə dəfə fərq etməz nə olursa olsun, yəni neçə dəfə də olsun bu pick metodunu çağırsam, hər dəfə mənə gəlib sonuncunu gətirmiş olacaqdır. Lakin mənə bu şəkildə lazım olmur bəzən, sadəcə baxmaq lazım olmur. Mənə lazım olur ki, məsəl üçün mən Kamran Əliyevi görüm və yaxud da ki, Kamran Əliyev olmaya bilər. Yəni mən bilməyə bilərəm orada hansı dəyərdir. Ümumiyyətlə istəyərəm ki, bilim ki, sonuncu ümumiyyətlə ilk qoyulan dəyər hansıdır və yaxud ki, ikinci sırada duran dəyər hansıdır. Yoldaşlar, baxın, real həyatdan mən bu qutunun içərisində ikinci bu element obyekti gəlməyim üçün ən azından bu ikisini çıxarmalıyam, düzdürmü? Bayaq dediyim kimi. ISO. Bax, belə olan təqdirdə yoldaşlar, bax bu iki məlumatın buradan çıxarılması üçün bizə bir metod lazım olacaqdır. Yoldaşlar, bu metod isə əsasən adlandırmada pop adı altında verilir. Yoldaşlar, public bu da function olacaq. Çünki məlumatı buradan götürürəm və görürəm. Bu səbəbdən bu funksiyanın adı pop olmuş olsun. Və yoldaşlar, bu pop as bir variant olaraq, yenə təbii ki də pickdə olduğu kimi geriyə bir dəyər qaytarsın. Yəni məlumatı düzdür, bu qutudan siləcəkdir, bu qutudan çıxaracaqdır. Lakin aydın məsələdir ki, mən istəyirəm ki, yəni ki bu Həmid Məmmədov, yəni götürdüyüm ən azından qutunun dəyərin nə olduğunu burada görün. Baxmayaraq ki, silirəm. Yoldaşlar, bundan sonra artıq başlaya bilərik. İndi yoldaşlar, məsələ budur ki, biz burada təbii ki də qutudan məlumat götürmək dedikdə əslində bu qutunun içərisini boşaldırıq da, düzdürmü? Biz ki, hansı ki array data strukturunda da olduğu kimi orada da bir iş görürdük remove əməliyyatları edərkən, hansı ki və yaxud ki add əməliyyatı edərkən, increase size edərkən hansı ki müvəqqəti olaraq məlumatları bir yerə köçürürdük, daha sonra isə əsas məlumatı yerinə gətirirdik. Yəni silmə əməliyyatı bu şəkildə gerçəkləşdirilirdi. Bu da təbii ki də array olduğu üçün yoldaşlar eyni prinsipi burada da tətbiq eləyə bilərik. Yoldaşlar, uzun sözün qısası, gəlin bizə bir ədəd bir temp array olsun bu şəkildə. Temp array olsun. As bir, deməli, variant tipində olsun, eyni variant tipində. Yoldaşlar, biz dedik axı məlumatı siləcəyik, amma təbii ki də məlumatı eyni qayda istifadəçidə geri qaytarmalıyıq. Yəni ki, ən azından sonuncu götürdüyü dəyəri biz bilməliyik nədir. Bu səbəbdən gəlin burada bir ədəd result və həmçinin as variant olsun. Və yoldaşlar, bu əməliyyat icra olunduğu anda set deyəcəm. Burada pop bərabərdir. Daha doğrusu set yox, set result deyək ilk öncə. Bərabərdir. Yoldaşlar, burada biz M-array'dən deməli sonuncu dəyəri götürə bilərik. Yoldaşlar, bu da sonuncu dəyəri bayaq etdiyimiz kimi, aşağıda etdiyimiz kimi M next index çıxılsın 1 olaraq sonuncu artıq dəyər nədirsə, həmin o dəyəri bu şəkildə bunu götürəcəyik. Yoldaşlar, burada M array next index yazdıq. Əslində yoldaşlar, bu aşağıda görmüş olduğunuz bu pickdir. Yəni ki, uzun sözün qısası biz burada yeri gələndə pick də yaza bilərik. Yəni sizə necə rahatdırsa o şəkildə yaza bilərsiniz. Heç nə yoldaşlar, bundan sonra artıq biz nə iş görəcəyik? Məlumatlarımızı, hansı ki biz bu məlumatları bax, Həmid Məmmədov çıxdıqdan sonra bu ölçülü yeni bir array'ə toplayaq ki, sonra yerini dəyişdirə bilək. Yoldaşlar, bu səbəbdən mən istəyirəm ki, birbaşa elə for i deyə və l bound deyək və l bound dedikdən sonra m array to u bound deyək və burada yoldaşlar təbii ki də yenə m array olmalıdır. Bu array üzərində deməli addımlayacağıq. Yoldaşlar, temp array'ə də həmçinin unutmadan bir ölçü qazandıraq. Dim, daha doğrusu redim, temp array deyək və yoldaşlar burada buna bir ölçü qazandıraq. Elə ölçü yoldaşlar bizim last indeksimiz olsun. Düşünürəm ki, bir bayaqlar dediyim kimi qutunun ölçüsünü sildikcə geri qaytarmağa, yəni geri digər qutuya bərabərləşdirməyə gərək yoxdur. Elə bu şəkildə qutunun, yəni ki, ölçüsü qalsın, içərisində dəyər var və yaxud da ki, yoxdur, problem deyil. Yoldaşlar, yəni ki, M-array'dən sonuncu dəyərə qədər bu şəkildə addımlayacağıq. Hətta mən deyərəm ki, yoldaşlar, sonuncu dəyərə qədər addımlamayaq. Ona görə ki, zaten sonuncu dəyərləri artıq boş gələcəkdir. O səbəbdən gəlin burada elə bax M next index var ha. Bu M next index çıxılsın 1 deyə bir qeyd apara bilərik. Yoldaşlar, bu hissədə dəqiq düşünərək görək M next index 1 mi, yoxsa 2 mi olsun yoldaşlar? Çünki biz zaten sonuncunu artıq götürmüşük. 2 dənə arxaya qayıtsa bizim üçün daha yaxşı olacaqdır. Və bundan sonra yoldaşlar set deyərik və temp array deyərik. Və bundan sonra set temp i-yə başa-baş olaraq kopyalasın. M array
və i dəyərini əlavə etmiş olacaq. Yoldaşlar, bundan sonra başa-baş kopyalandıqdan sonra təbii ki də next deyək, yəni ki, next indeksin də dəyərini azaltmış olaq. Çünki bir dəyər çıxıldığı zaman, Həmid Məmmədov çıxıldığı zaman artıq mnext'in də dəyəri azalmış olur və bundan sonra yoldaşlar kopyalama əməliyyatlarını icra edə bilərik. Bu da eyni qaydada yoldaşlar clear object array m array vasitəsilə birinci m array'in içərisini təmizləyək. Daha sonra m array'ə yeni bu Həmid ən sonuncu çıxarılmış dəyərsiz şəkildə temp array əlavə edirəm və ən sonda isə yoldaşlar clear object deyib də bu temp array də ümumiyyətlə datadan siləcəm. Və yoldaşlar ən sonda set deyək, hansı ki set top deyək və burada yuxarıda götürmüş olduğumuz result'ı da eyni qaydada deməli götürək. Yoldaşlar, bu şəkildə etməkdə daha yaxşıdır. Hansı ki yuxarıda result'ı götürürük, daha sonra isə bunu pop vasitəsilə edirik. Çünki əks təqdirdə biz bunu aşağıda, bu piki aşağıda yazsaq, bu artıq səhv bir dəyər qaytarır. Çünki bu nöqtədə artıq biz onu silirik, yeniləyirik. O səbəbdən düzgün dəyər qaytarmazdı. Bu səbəbdən bu şəkildə etməkdə düşünürəm ki, fayda var. İndi yoldaşlar, gəlin bu hissəni bir yoxlamağa çalışaq, görək düzgün bir dəyər deməli qaytaracaqmı? Bunu necə yoxlayaq yoldaşlar? Baxın belə. Misal üçün stack push 4 deyirik ən sonunda və bunu geri pik vasitəsilə geri qaytardığımız zaman bu bizə bayaqları olduğu kimi run deməsinə qeqə Həmid Məmmədovu qaytarırdı. İndi yoldaşlar, biz burada gəlib də stack.pop desək, artıq bu bizə, yəni ki, gedib sonuncu dəyəri siləcəyi üçün düşünürəm ki, artıq Həmid Məmmədov deyil də Tərlan Hüseynzadəni qaytarmalıdır. Çünki niyə? Baxın, Həmid Məmmədov pop olur və pik dediyimiz zaman isə Tərlan Hüseynzadəni yuxarıdan aşağı görmüş olacaqdır. Gəlin yoldaşlar, bu popa qədər hər şey zaten qaydasındaydı. Popdan sonra baxaq. Yoldaşlar, baxıram, elə biraz da bunu böyüdək, tam gedişatı görək burada. Result deyir, pik vasitəsilə nəyi gətirir yoldaşlar? Baxın, Həmid Məmmədovu gətirdi. Artıq sonuncu görülən dəyər zaten oydu. Hansı ki bunu çıxardırdı. Yəni bu Həmid Məmmədov çıxırdı həqiqətən də və bu şəkildə hal-hazırda götürdü onu. Daha sonra yoldaşlar last indeksimiz 4'tür. Bu 4 hansı 4'tür yoldaşlar? Bax bu array'in tutumu olan 4'tür. Bunu temp array üçün təyin edir. Yəni ki temp array'in də içərisində bu dəqiqə 4 yer var. Yəni müvəqqəti qutuya köçürür. Daha sonra yoldaşlar baxın mnext deməli indeksi 4'tür. Və 2 çıxanda isə yoldaşlar toplamı 2 qalacaqdır. Bu 2 hansı 2 olacaq yoldaşlar? Bax 0, 1, 2 olacaqdır. Yəni bu üçüncünü, yəni MRray-dən olan üçüncünü götürməyəcək. Çünki niyə? O üçüncüdə olan Həmid Məmmədovdur. Bunu götürməmək üçün yoldaşlar nə iş görür? Bu şəkildə deməli kopyalayır məlumatları və ən sonda isə mnext index deyir və bütün məlumatı bu şəkildə silir, təmizləyir və ən sonda yoldaşlar fikir verin, M-array'in içərisində bu şəkildə nə qalır yoldaşlar? 3 ədəd ən sonuncu tərlan olaraq qalmış olacaqdır. Və yoldaşlar, ən sonuncu tərlan qaldığı üçün də ayrı məsəl ki, pik metoduna gəldiyi zaman da baxın yoldaşlar, geriyə qaytardığı dəyər nə olacaqdır? Tərlan Hüseynzadə olmuş olacaqdır. Və yoldaşlar, bu da pop deməli əməliyyatı idi. Hansı ki, bax bu 3 deməli metod əsasən stack deməli data strukturunun əsas deməli metodları sayılır. Yoldaşlar, bundan sonra bir neçə metod da əlavə edə bilərik. Misal üçün keçən dərsdə olduğu kimi count of item deyə bilərik. Hansı ki count of deməli item deyək və geriyə təbii ki də bir long qaytarsın və count of item deyək və burada yoldaşlar artıq last indexdən deyil də düşünürəm ki next indexdən istifadə daha yaxşı olar. Çünki last index option tutumunu göstərir. Yəni ki, mən bu qutumun içərisində, qutum toplamda 5 yer tuta bilər, amma bunun içərisində 1 ədəd item var. Mən burada last indexi qaytarsam, bu mənə qutunun tutumunu verir, amma mən istəyirəm ki, içərisinin dəyərini versin. Belə olan təqdirdə mnext index çıxılsın 1 yazsaq, bizə sonuncu, yəni ümumiyyətlə qutuda nə qədər dəyər olduğunu göstərməlidir. Gəlin baxaq yoldaşlar, stack debug print deyək. Stack və count of item dedikdə yoldaşlar 4 ədəd məlumat əlavə edir, lakin sonda birini silir və bundan sonra yoldaşlar run düyməsində klikləndə baxın 2 olmuş oldu. 2 olmasının səbəbi nədir? Bir dəqiq baxaq. Niyə burada bu şəkildə etdi? Next index bizdə zaten sonuncu indeks, daha sonra növbəti indeksi qaytarır. Burada indeks yoldaşlar, çox üzr istəyirəm. Burada indeks olduğu üçün, yəni misal üçün 2 indeks demək 3 məlumat deməkdir. O səbəbdən əslində burada
Çıxılsın belə ehtiyac yoxdur. Hə, mən bunu burada səhv saldım. Gəlin bunu yenidən indi run edək. Yoldaşlar, run düyməsinə klikləyəndə baxın 3 ədəd item olduğunu görə bilərsiniz. Hətta tam dəqiq yoxlayaq yoldaşlar. Bu şəkildə en sabah qədər bir breakpoint qoyuram və stackin içərisindən MR-ə girirəm. Baxıram ki, həqiqətən də 3 ədəd toplamda məlumat olduğunu deməli görə bilərsiniz. Yoldaşlar, bu stackin ümumi gedişatıdır. Hansı ki, dediyim kimi push əməliyyatı, pop əməliyyatı, həmçinin pick əməliyyatı bu üçü stackin əsas deməli metodlardır. Təbii ki də istəyinizə uyğun olaraq başqa metodlar da əlavə edə bilərsiniz. Lakin yoldaşlar, başqa yəni ki, metod əlavə etdiyiniz zaman bir məsələni yaddan çıxartmayın ki, əsas bu stackin əsas anlayışı bax bu qutu məntiqindədir. Yəni ki, ola bilər ki, siz deyə bilərsiniz ki, mən elə bir metod yazmaq istəyirəm ki, getsin indeksə görə məlumat qaytarsın. Yəni ki, getsin qutunun ikinci hissəsi, yəni ikinci indeksində və ya ki, birinci indeksində olan məlumatı mənə geri versin. Və eləmək olar təbii ki də, texniki olaraq mümkündür, amma bu stackin artıq ümumi prinsipindən kənara çıxır. Çünki biz artıq istifadəçiyə məcbur etməliyik ki, sən əgər Kamran Əliyevi görmək istəyirsənsə, mütləq Həmid Məmmədov və Tərlan Hüseynzadəni buradan çıxarmalısan və bunları görməlisən, daha sonra Kamran Əliyevi görməlisən. Və belə olduğu təqdirdə artıq bu stackin əsas prinsipi deməli sayılmış olacaqdır. Yoldaşlar, bu hissəyimizə qədər artıq biz öz stackimizi formalaşdırdıq. Mən indi isə istəyirəm ki, bunu bir real bir case üzərində görək ki, əslində stack haralarda istifadə oluna bilər. Yoldaşlar, bu səbəbdən mən bu dərs üçün belə bir neçə səhifə yaratmışam. Yoldaşlar, hansı ki, bu biraz undo və redo əməliyyatlarına da həmçinin oxşuyur. Nə deməkdir bu? Yoldaşlar, biz home səhifəsindəyik hal-hazırda gördüyünüz kimi. Hansı ki, mən misal employees belə deyək, bu home səhifəsində olaraq olduğum zaman employees-ə kliklədiyim zaman bu employees səhifəsinə keçsin. Daha sonra tutaq ki, employees ola nə bilim ordersə klikləyəndə ordersə keçsin bu şəkildə. Və yoldaşlar, işurası back düyməsinə kliklədiyim anda isə yoldaşlar, bu fikir versəniz, mən employees-dən ordersə gəldim, düzdürmü? Yəni ki, employees-ə dura-dura ordersə bastım ki, gəldi ordersə. Mən back düyməsinə klikləyəndə bu artıq sıralamada özündən qabaqki back-ə yox, yəni ki, reporting-ə yox da bu hansı səhifədən gəlibdirsə, həmin ona back olmuş olsun. Yəni ki, employees-ə back edilmiş olsun. Bax, bu yoldaşlar əslində stack array var, yəni stack data strukturu vasitəsilə gerçəkləşə biləcək əməliyyatlardan biridir. Yaxşı yoldaşlar, bu necə olacaqdır? Gəlin indi tək-tək baxmağa çalışaq. Dostlar, mən istəyirəm ki, bunun üçün bir ədəd modulla əlavə edim və bu modula bir buttons adını əlavə edəcəm. Yoldaşlar, bu əməliyyat təbii ki də səhifə üzərində gedəcəyi üçün bir ədəd də modul əlavə etmək istəyirəm. Bu modulun da adı olsun global variables. Hətta yazamadım. Deməli, global variables olsun. Dostlar, səbəbi nədir global variables olmasının deməli səbəbi? Hansı ki, mən burada elə bir dəyişən yaradacağam, elə bir obyektin instansını yaradacağam ki, mən bunu bütün deməli proyekt boyunca istifadə edeyim. O hansı obyekt yoldaşlar? Əslində bizim yaratmış olduğumuz bu stack obyekti olacaqdır. Gəlin yoldaşlar baxaq. Hansı ki public olacaq təbii ki də və page navigator adında bir deməli dəyişən olsun və qlobal bir dəyişəndir və bu CLS stack deməli tipində olacaqdır. Yoldaşlar, mən artıq bu qlobalı deməli run etdiyim zaman, bir dəfə yəni daha doğrusu instansını yaratdığımız zaman bu artıq bütün səhifələr boyunca və bütün düymələr vasitəsincə ortaq bir şəkildə istifadə olunacaqdır. Yəni ki, mən home-da durub employees-ə basanda employees-in məlumatlar gedəcək. Sonra employees-ə durub order-ə basanda order-ə məlumatlar gedəcək və back düyməsinə basdıqca da eyni qaydada yoldaşlar o array daxilində, stack daxilində geriyə addımlama baş vermiş olacaqdır. Bu yoldaşlar bizim əsas global variable'ımız olsun və bundan sonra butonsun içərisində nə iş görəcəyik? Gəlin baxaq. Yoldaşlar, butonsun içərisində biz elə butonlarımızı düzəldəcəyik. Yəni ki, buradakı hər bir buton üçün bir əməliyyat icra edək, bir daha doğrusu sub prosedur yazaq. Yoldaşlar, public belə bir adlandırma edəcəm. Default olaraq bir dənəsini eləyək. BTN home səhifəsi və burada isə yoldaşlar employees deyəcəyik. Yoldaşlar, bu yazılışda bu yəni ki, sub prosedurun bir buton olduğunu, home səhifəsində olan employees butonu üçün olduğunun bir göstəricisidir. Və eynisini digərləri üçün təkrar edə bilərsiniz. Gəlin belə bir şey eləyək. Bunu misal üçün həmçinin yaradaq, tutaq ki, employees-in reportingi üçün yaradaq. Eyni qaydada bu şəkildə hər iki dənəsi üçün qalsın yoldaşlar.
Bunun üçün istifadə edək, daha sonra isə digərlərinə keçərik. Yoldaşlar, bizim bu butonlara bastığımız zaman, yəni ki, mən tutaq ki, gəlib burada Home səhifəsində olan Employees-ə klikləyəndə, aydın məsələdir ki, BTN Home Employees işə düşəcəkdir və digərlərində digərləri işə düşməlidir. Bu işə düşdüyü zaman nə baş verməlidir yoldaşlar? Baxın, əsas tema buradır. Yoldaşlar, əsas burada biz başa düşməliyik ki, mən Employees-ə bastığımız zaman bu qutunun içərisinə hansı səhifədə idim və hansı səhifəyə gedəcəm deyə bir deməli işarə olmalıdır. Yoldaşlar, baxın, proqram yaradıldığı zaman, yəni ki, proqram run edildiyi zaman default olaraq mən həmişə home səhifəsində oluram, düzdürmü? Yəni mənim başlanğıcım home-dur. Belə olan təqdirdə, bax, mənim qutumun içərisində nə olursa olsun, bir ədəd home deyə bir obyektim olacaqdır. Mən əgər home-da durub employees-ə kliklədiyim zaman, bu employees-ə getdiyi zaman isə mənim sonuncu adresim employees-dir. O səbəbdən də mənim bu qutudakı sonuncu obyektim də elə employees olmalıdır. Misal, employees-dən employee səhifəsində orders-a klikləyəndə bu artıq sonuncu bunun dayandığı nöqtə orders-dır və bu təbii ki də bu qutunun içərisində deməli orders olmalıdır. Və təbii ki də yoldaşlar, mən back düyməsindən kliklədiyim anda bu orders-ı buradan silib özü də employees-ə qayıtmalıdır. Employees-dəki back-ə bastığımızda o home-a qayıtmalıdır və bu şəkildə proses sonlanmalıdır. Yoldaşlar, baxın, indi gəlin bunu tək-tək kod üzərinə tökməyə çalışaq. Burada bir ədəd, yoldaşlar, private olan, bir sub olan, artıq private etmək, yəni ki, private eləyə bilərik. Zaten bu metodlar onu çağıracaqdır. Deməli, private sub deyək və bu da BTN adı altında olsun və toward yazıram yoldaşlar. Niyə toward? Çünki bir növ bu irəliyə doğru addımlama sayaq da bunun adına, yəni daha doğrusu nəzərdə tutaq. Yəni ki, məlumatları push edən kimi nəzərdə tutmaq olar. Yoldaşlar, bunun gördüyü iş nə olacaqdır? Sadəcə seçilən deməli səhifəyə getməlidir. Məsəl üçün mən home səhifəsində durmuşam. Bastığımız zaman həmin səhifəyə addımlamalıdır. Yoldaşlar, bu hansı səhifəyə addımlayacağını sheet as worksheet olaraq qəbul etsin. Yəni ki, bir obyekt olaraq qəbul etsin. Hansı ki biz CSS stack içərisində yoldaşlar variant eləmişik, lakin bir çox nöqtə set etmişik. O səbəbdən bir obyekt kimi olsun ki, bu səhifənin yəni ki, string adı olaraq götürməyək, obyekt olaraq götürək, kod name-indən istifadə edək. Və bunu da bu şəkildə burada set etmiş olaraq ki, daha rahat işləsin. Yoldaşlar, həmin o sheet-i bərabərdə select eləyəcəyik və bu şəkildə əslində bizim işimiz bitməlidir. İndi, yoldaşlar, bu sheet yəni select edildikdən sonra təbii ki də bu şəkildə deyil də nətər olmalıdır? Dediyim kimi, bu təkcə bu select edilməməlidir. Bu həmçinin yadda saxlamalıdır ki, mən harda idim, hansı səhifəyə deməli gəlmiş oldum. Bunun üçün də yoldaşlar biz sadə bir şəkildə nə iş görəcəyik? Və bu aşağıda görmüş olduğunuz page navigatora push deyəcək ki, həmin o sheet-i bir obyekt olaraq push eləsin və yadda saxlasın. Yoldaşlar, amma bizim şərtimiz nə idi? Baxın, ilk dəfə mənim proqramım harda olur? Əksər vaxtı home səhifəsində olacaq, düzdürmü? Amma biz elə bir şərt qoymalıyıq ki, bu məlumat yaradıldığı, page navigator yaradıldığı zaman artıq onun içərisində default olaraq bir ədəd sheet 1 səhifəsinin deməli obyekti olsun. Dostlar, bunu da belə idarə edə bilərik. Əslində sadə bir şərtləndirmə eləyək. Global variables-da olan, əslində heç buna ehtiyac yoxdur. Page navigator deməli bizim hansı ki bir dənə yeni bir şey yaratmışdıq, bir count of item funksiyası yaratmışdıq. Və bu count of item-dən istifadə edə bilərik. Çünki page navigator yaradıldığı anda deməli əslində müəyyən bir tutum olur da. Yəni ki, mən gəlib burada page navigatorun ərliyinin ölçüsünü falan istifadə etsəm, o mənə çox böyük ölçü qazandırır. Ən azından bir 2 indeks qaytarmış olacaqdır. O səbəbdən count of item-ı əgər yoldaşlar 0-a bərabərdirsə, yəni ki, içərisində heç bir dəyəri yoxdursa, bu o deməkdir ki, yoldaşlar əslində bizim page navigatorımız hələ proqram təzə başlayırsa, yəni mən proqramı açmışam, hələ ki home səhifəsindəyəm. Home səhifəsindədirsə, bu şəkildə bir işarə qoyaq və belə olduğu təqdirdə page navigator deməli push etsin sheet 1-i. Yoldaşlar, sheet 1 nə deməkdir? Bax, həmin o home səhifəsinin kod adıdır. Yoldaşlar, bir məsələni də unutmayaq burada. Təbii ki də count of item-in işləməsi üçün ümumiyyətlə bu page navigatorun özü yaradılmalıdır ilk öncə. Fikir versəniz, burada new etməmişik bunu. O səbəbdən gəlin burada page navigator əgər is nothing-dirsə, yəni ki, ümumiyyətlə bu yaradılmamışdırsa, bu deməli bizim data strukturumuz ilk öncə bir onun özünü yaratmış olsun. Page navigator deməli bərabərdir new CLS DS stack olmuş olacaq. Baxın yoldaşlar, əgər page navigator yoxdursa, yəni ki, belə bir sıralama, belə bir mexanizm yaradılmamışdırsa, ilk öncə onu yaradırıq. Daha sonra yaratdıqdan sonra isə yoldaşlar,
burada biz onu push edə bilərik. Yoldaşlar, indi fikir verdim. Əslində biz nothing deyirik, düzdür? Nothing olduğu üçün zaten içərisi onsuz da boş olacaq. Yəni durub təzədən bunun count of item ilə burada yoxlamağa gərək yoxdur əslində. Hətta gəlin biraz optimallaşdırma eləyək. Məsəl üçün burada end if deyək. Yəni ki bizim burada yazmış olduğumuz bu page navigator push metodunu ilə bunun içərisinə gətirək və bunu da buradan silək. Bu kifayət eləyir. Yerində yaratsın, elə həmin yerində də bu eşit biri əlavə etsin. Və yoldaşlar, bundan sonra artıq növbətini həmçində push etmiş olacaq. Gəlin yoldaşlar, indi bir bunu yoxlamağa çalışaq. İndi bunun üçün view pəncərəsini açacağım ilk öncə. Burada hamısını, gedişatın hamısını görməyə çalışaq. Dostlar, bitin home employees'in içərisində bu metodu, yəni bu düymə, hansı ki home'da olan bu employees klikləndiyi anda nə baş verməlidir yoldaşlar? Bax, bitin tovarda kliklənməlidir. O isə hara getməlidir yoldaşlar? Employees səhifəsində sheet 2-yə getməlidir. Yəni employees düyməsini klikləyəndə onu sheet 2-yə yönləndirməlidir. Gəlin baxaq. F8 ilə addımlayıram yoldaşlar. Təbii ki də sheet select olunacaqdır. Baxın yoldaşlar, home səhifəsindəydim, keçdim employees səhifəsinə. İndi təbii ki də page navigator nothing olduğu üçün ilk öncə onu baxın yaradır. Yaratdıqdan sonra yoldaşlar həmin sheet 1-in özünü artıq push edəcək. Lakin yoldaşlar, push etməmişdən öncə göstərmək istəyirəm. Baxın, array-in içərisində artıq daha doğrusu hələ ki sheet 1 push edir, üzr istəyirəm. Baxın, onu push etsin. Etdi. İndi isə yoldaşlar, əsas səhifəni, yəni ki sheet 2 səhifəsini, yəni ki sonuncu bu dəyər nədirsə, həmin onu indi bunun içərisində push etmiş olacaqdır. Və biz ilk əməliyyatda bu şəkildə etdiyimiz zaman, ilk əməliyyatda baxın artıq sheet içərisində, yəni ki deməli sheet 1 var və bundan sonra yoldaşlar ikincini də əlavə edir və bizim array-imizin içərisində sonuncu sheet 2-dir və ondan qabaq da sheet 1 olduğunu görə bilərsiniz. Yəni mən artıq arxaya doğru getdiyimdə həmçinin home səhifəsinə gəlib çıxmış olacam. Dostlar, bu sheet, yəni bir səhifədən digərinə keçmək idi. Gəlin bax, bu siyahını davam etdirək. Yəni ki, bütün butonların hamısını burada düzəldim. Yoldaşlar, videonun bu hissəsində dayandıracağım videonu və birbaşa keçid edəcəm bütün deməli düymələri düzəltmək üçün. Yoldaşlar, mən düymələrin hər birini düzəltdim. Baxın, home səhifəsinin düymələri, həmçinin employee səhifəsinin düymələri və ta bu terminations'a qədər davam edir və bu şəkildə hamısı eyni prinsiplə deməli istifadə olunacaqdır. Yoldaşlar, indi gəlin bir neçə dənə düyməyə klikləyək təbii ki də. Sadəcə burada bir ədəd private olan və sub deyək və burada yoldaşlar test deyəcəm bunun adına. Məqsədim nədir? Bu page navigatorun sadəcə boş olduğundan əmin olmaq istəyirəm. Hər dəfə xəta verməsin bizə. Sadəcə bu video üçün keçərlidir. Bunu bir run eləyək, tam boşalsın. İndi yoldaşlar, gəlin, baxın indi mən employees home səhifəsinə daha doğrusu qayıdıram geriyə və burada home səhifəsində ola bax bu employees-ə klikləyəcəm. Və yoldaşlar, gəlin baxaq, run düyməsinə klikləyirəm, o run olmuş oldu. Və gəlib həqiqətən də Excel-də baxdığımız zaman baxın employee səhifəsinə keçmiş oldu. İndi employees-də ola isə yoldaşlar order səhifəsinə getmək istəyirəm. Baxın yoldaşlar, order səhifəsindəki reporting-ə gedək. Baxın yoldaşlar, run düyməsinə klikləyəndə bu səfər isə reporting oldu. İndi isə reporting-dən isə birbaşa termination-ə keçək. Yoldaşlar, baxın, indi reporting səhifəsindən birbaşa bu termination metodunu daha doğrusu çağırmış olacağım. Və run düyməsinə klikləyəndə baxın, termination-ə keçmiş oldu. Və indi yoldaşlar, əsas maraqlı olan məqamlardan biri də budur ki, indi biz termination-dayıq. Termination-dan indi hər hansı bir səhifəyə klikləyək. Məqsədim sadəcə göstərməkdir ki, həqiqətən də o array-in içərisində baxın sıralı bir şəkildə toplanılıbdır. Bizim bütün addımlarımız bu array içərisində artıq toplanılıbdır. View bölməsindən gəlirəm lokalsa. Baxın yoldaşlar, min içərisini açdığım zaman fikir verin 4 ədəd toplamda deməli burada məlumat var. Bu 4 ədəd məlumat əslində yoldaşlar home, sonra employee-ə keçdik, sonra reporting-ə keçdik, daha sonra isə termination keçdik. Həmin o addımlardır. Baxın, ən sonuncusu sheet 5, yəni ki termination-dır. Həmçinin ondan qabaq deməli sheet 3-dür, bu reporting-dir. Ondan qabaq sheet 2-dir, employees-dir və təbii ki default olaraq isə bizim sheet 1-imiz burada dayanmış olur. Baxın yoldaşlar, bu bizim gedişatımız idi. Yəni ki, ileriyə doğru addımlama etdiyimiz zaman həqiqətən də bu şəkildə toplandığını görə bilirsiniz. İndi, yaxşı, yoldaşlar, biz arxaya doğru necə qayıdacağıq? Bax, indi əsas məsələlərdən biri də həmçinin budur. Çünki burada biz bayaqdan push əməliyyatı icra edirik. Baxın, görə indi, bax, burada pop əməliyyatı necə baş vermiş olacaq. Yoldaşlar, bunun üçün private, yəni eyni qaydada sub olsun. Bu səfər bitn back deyə bir toward demişdik, bu səfər də back deyək.
və hər hansı bir arqument qəbul etməsinə gərək yoxdur yoldaşlar. Çünki bizim şərtimiz nə idi? Biz konkret termination durub hər hansı bir xanaya və yaxud ki, hər hansı bir səhifəyə qayıtmayacağıq. Mən termination-a hardan gəlmişəmsə, ora geri qayıtmalıyam. Yəni ki, mən home-a, daha doğrusu termination-a birbaşa home-dan da gəlmiş ola bilərdim. Bu, yəni ki, mən home-da termination, daha doğrusu termination-da back-a basanda order-sa və ya reporting qayıtmamalıdır. Birbaşa gəldiyi nöqtəyə, yəni ki, home-a qayıtmalıdır. Yaxşı, bunun üçün necə iş görəcəyik? Bir gəlin baxaq. Yoldaşlar, biz burada artıq deməli adı üstündə bizim əsas məntiqimiz necə olacaqdır? Baxın, tutaq ki, sonuncu mənim orders idi. Mən ordersda dura-dura, yəni mən burada hal-hazırda ordersdayam. Employee-ə qayıtmağım üçün baxın yoldaşlar, mən nə iş görməliyəm? Adi qutu məntiqindən yola çıxaraq ordersı aradan çıxarmalıyam ki, sonuncu nəyi görüm? Employee-i görüm. Bax, bu səbəbdən yoldaşlar, gələcəm bura, page, navigator və pop deyəcəm. Pop dedikdən sonra yoldaşlar, bu orders çıxır, lakin mən order'sı çıxardıram, amma haraya qayıdacağımı hələ ki bilmirəm. Tamam? Bax, bu employee-i burada artıq qəbul etmək lazımdır. Bunun üçün də yoldaşlar, mən burada team sheet as bir worksheet deyək və set deyək, sheet və həmçinin də page navigatordan bu səfər isə pick deyəcəyik. Və yoldaşlar, bu koda bir dənə diqqətlə baxın. Mən ilk addımda pop deyirəm. Məqsədim budur ki, sonuncu səhifə nədirsə, bir oradan çıxım. Mən bunu çıxardıram, amma təbii ki də hələ ki bilmirəm, order çıxandan sonra altda nə var? Həmin o səhifə mənim qayıdacağım səhifədir. Sıralamadakı sonuncu səhifədir. Və bunu isə mən yoldaşlar silməmək şərti ilə sadəcə görməliyəm. Bunu isə pick vasitəsilə bu şəkildə götürürəm. Yoldaşlar, pick vasitəsilə götürdükdən sonra sadə bir şəkildə yoldaşlar onu visible eləyəcəm ki, o geriyə doğru bir qayıtmış olsun. Baxın indi yoldaşlar, indi yenidən gəlin bir neçə addım irəliləyək. Hansı ki, home səhifəsindəyəm. Fərz elə yoldaşlar, home-da dura-dura mən getdim employee səhifəsinə. Baxıram, employee səhifəsinə gəldim. Employee-də dura-dura isə getdim yoldaşlar hara? Termination səhifəsinə. Baxıram, termination-a gəldim. İndi yoldaşlar diqqətlə baxın, back əməliyyatında isə, bax, back əməliyyatında tutaq ki, termination-da ola-ola back əməliyyatı icra etdiyim zaman order-sama qayıdacaqdı, yoxsa gəldiyi nöqtəyə, yəni ki, employee-əmi qayıtmış olacaqdı. Belə olan təqdirdə, baxın indi F8 ilə addımlayıram. Burada təbii visible yazmışıq, amma Excel sheet visible yaddan çıxıb yazmaq. Və yazıram, yoldaşlar başlayıram, page navigator pop deyirəm. Baxın, locals pəncərəsində göstərək. MRR-in içərisində pop əməliyyatının icra olunacağı nöqtə sheet 5 deyən ki, sonuncu termination cədvəlidir, səhifəsidir. Bu əməliyyat icra olunur, sürətli şəkildə keçək üstündən yoldaşlar və bundan sonra pick əməliyyatı başlayır. Pick əməliyyatı isə artıq pop əməliyyatı vasitəsilə bu sonuncu orders buradan çıxarıldığı üçün bu dəqiqə employee-i görür. Baxın yoldaşlar, burada bunun görmüş olduğu səhifə locals pəncərəsində pick əməliyyatında baxın sheet 2 olacaqdır. Yəni ki, employees olmuş olacaq. Və yoldaşlar, normal olaraq bu da sheet yəni ki, deməli, bu sheet-ə əlavə olunduğu üçün deməli, dəyərə və yaxud ki, bu dəyişənə. Artıq bundan sonra, baxın, normalda termination səhifəsində idim. Artıq back əməliyyatı bitdikdən sonra məni deməli, employees-ə yönləndirmədi. Bir baxaq, niyə belə oldu? Pick əməliyyatı vasitəsilə biz visible yazmışam. Çox sağ üzr istəyirəm yoldaşlar. Niyə visible lazım deyil ki bizə? Sadəcə bizə select lazımdır. Yaxşı yoldaşlar, yenidən başlayaq. Deməli, mən home səhifəsindən başlayıram. Burada çox sağ üzr istəyirəm. Bir kiçik bir səhv elədik. Burada visible yazmışdım. Burada yoldaşlar, run düyməsi vasitəsilə ilk öncə deməli, home-da dura-dura deməli, employees-ə gedək. Employees-ə getdikdən sonra ən sonda isə termination-a getdik. Baxın, yoldaşlar, bizi termination-a yönləndirdi. İndi yenidən bunu back edirəm. Yoldaşlar, baxın, back düyməsinə klikləyəndə məni employees-ə geri yönləndirmiş oldu. Artıq sıralamada hansı isə ona geri yönləndirmiş oldu. İndi mən employees-də dura-dura isə yenidən back-a bastığımızda, back dediyimizdə, baxın, məni home səhifəsinə geri qaytarmış oldu. Yenidən dostlar, yenidən qabağa, arxaya, həmçinin həmin əməliyyatları təkrar edə bilərsiniz. Yoldaşlar, bax, bu videoda biz stack əməliyyatının, yəni daha doğrusu stack data strukturunun həqiqətən realda nə işə yaraya biləcəyini göstərməyə çalışdıq. Mən indi bunu səhifələr üzərində bunu göstərdim. Yəni, səhifələrin gedişatı üzərində sadəcə məntiqini başa düşməyiniz cəhətdən. Siz bunu user formlar üzərində də eləyə bilərsiniz və ya başqa proseslər üzərində də eləyə bilərsiniz. Artıq seçim sizindir. Yoldaşlar, bugünkü videomuz bundan ibarət idi. Gələn videoda görüşənə dək sağ olun.